Herkese salam, yeni bir derse hoş gelmişsiniz. Bugün size Alman dilində tez-tez istifadə olunan əvəzlik zərflərini izah edirəm. Əvəzlik zərfləri Alman dilində die Pronominal Adverbin oder Präpositional Adverbin adlanır. Mövzunu nümunələr üzərindən daha yaxşı başa düşəcəksiniz. Gəlin görək, əvəzlik zərfləri nədir? İlkin olaraq, bu mövzunu başa düşmək üçün söz önülər mövzusunu mükəmməl şəkildə bilməlisiniz. Əgər söz önülər mövzusunu hələ yeni öyrənirsinizsə, məsləhətim bu olar ki, öyrəndikdən sonra, əla bir şəkildə başa düşdükdən sonra bu mövzuya qayıdarsınız. Çünki hamısı bir-biri ilə əlaqəlidir. Onu yaxşı başa düşməmisinizsə, elə bunu da təəssüflər olsun ki, yaxşı başa düşməyəcəksiniz. Bu mövzuda həmçinin Azərbaycan dilində olmadığı üçün biraz tələbələrə qəliz gəlir. Amma ki, narahat olmayın, yəni müəyyən qədər məşğələlər etdikdən sonra bir də görəcəksiniz ki, heç bir çətinliyi yoxdur. Əvəzlik zərfləri mürəkkəb zərflərin xüsusi qrupunu təşkil edir. Əvəzlik zərfləri vo və da zərflərinin dativ yönlük və akuzativ təsirlik hallarını tələb edən söz önləri ilə birləşməsindən əmələ gəlir. Bu birləşmənin zərflə yanaşı əvəzlik əlaməti də var. Buna görə də onlar əvəzlik zərfləri adlanır. Bunlar əşyaya işarə edir, onu soruşur və hətta ismi də əvəz edirlər. Vo plus prepozisyon, yəni vo və söz önü birləşəndə bu naməlum obyekt olur və mövzu haqqında sual verilir. Gəlin baxaq vo ilə birləşən söz önlər vo av, voğav, nəyə, nə üçün? Bizim vo saitlə bitdiyinə görə və saitlə başlayan söz önü olduqda bu zaman vo ilə söz önü arasına r bitişdirici sabitdən istifadə olunur. Yəni deyirik ki, voğav, nəyə, nə üçün? Voğuba, nə haqqında, nəyin üzərində? Vofon, vofon, nədən? Vonax, vonax, nədən sonra, nəyə görə? Vomit, vomit, nə ilə? Vofya, nə üçün? Vofyo. Voçu, voçu, nə səbəb? Voğan, voğan, nəyə, nə barədə? Vobay, vobay, hansı halda? Voduq, nə ilə, necə? Voduq. Vohinta, vohinta, nəyin arxasında? Voğin, nə içində, harada? Voğaus, nədən? Voğum, nə barədə, nə haqqında? Voğunta, nə səbəbindən? Voğunta, nəyin altında? Vofo, nədənsə çəkinmək. İndi da plus prepozisyon olduqda, yəni da ilə birləşən sözün olduqda bu artıq məlum obyekt, yəni mövzu haqqında cavab veriləndə istifadə olunur. Həmin bu voda voları atırıq, daları əlavə edirik. Saitlə bitdiyinə görə və saitlə başlanan sözünü əlavə etdikdə r bitişdirici samitindən istifadə olunur. Dağav bunun, onun üçün, dağuba bunun haqqında, bunun üzərində, dafon bundan, danax bundan sonra, buna görə, damit bununla, dafya bunun üçün, daçu buna görə, dağan onu, bunu, dabay bununla, bunda, daduq bununla, yəni nəticəsində, dahinta onun arxasında, dağin bunun, onun içində, dağaus bundan, bundan çıxan nəticə və ya mənbə, dağum buna görə, dağunta bunun altında, dafo bundan əvvəl və ya onun qarşısında, datsvişin isə bunun arasında. Deməli, əvəzlik zərfləri tabeli və tabesiz mürəkkəb cümlələrdə bağlayıcı kimi işlənə bilər. Əvəzlik zərfləri daha çox reaksiyon tələb edən feillərə əsasən işlənir. Biz keçən dərsimizdə reaksiyon tələb edən feillər haqqında
nə etdik? Öyrəndik. Əgər məlumatınız yoxdursa, mütləq şəkildə baxmalısınız, öyrənməlisiniz. Reaksiyon tələb edən feillər o deməkdir ki, alman dilində elə feillər var ki, onlar cümlədə istifadə olunduğu zaman mütləq, amma mütləq sözün tələb edir. Əgər o sözün işlənməzsə, bir, cümlənin mənası düzgün olmaz, bir də ki, əlbəttə qrammatik səhvlik etmiş olarıq. Və bizim də keçən dərsdə qeyd etdiyim kimi bu reaksiyon tələb edən feilləri əzbərləməkdən başqa təəssüflər olsun ki, seçimimiz yoxdur. Yəni biz məcburuq ki, reaksiyon tələb edən feilləri əzbərləyək. İndi keçək nümunələrə. Məncə daha yaxşı başa düşəcəksiniz. Deməli, sich interessieren feili necə tərcümə olunur? Maraqlanmaq. Biz bu cümləni əgər alman dilində istifadə etmək istəyiriksə, sich nədir? Qayıdış əvəzliyi. Deməli, bu qayıdış bir feildir. Bu mövzunda yaxşı bilmək lazımdır. Sich interessieren feili für akuzativ halını tələb edən sözünü cümlədə tələb etdiyinə görə hər zaman deyirik ki, sich interessieren feili für ilə işlənir. Təbii ki, für üçün kimi tərcümə olunur, amma belə məqamlarda artıq bəzən sözünü tərcümə etmirik. Biz sadəcə feilə fokuslanırıq. Sanki köməkçi rolunu oynayır, yəni belə deyə bilərəm. İndi baxırıq nümunəyə. Misal üçün, biz desək ki, Azərbaycan dilində mən Alman memarlığı ilə maraqlanıram. Bu cümləni alman dilində demək istəyiriksə, feilə baxaraq maraqlanmaq, qarşılığı nə idi? Sich interessieren. Für ilə işləndiyinə görə deyirik ki, ich interessiere mich für deutsche Architektur. Mən Alman memarlığı ilə maraqlanıram. Niyə burada für işləndi? Görürsünüz, üçün kimi tərcümə olunmadı. Ona görə ki, bu sich interessieren feili fürü tələb edir. Biz bilirik ki, sözünlər cümlədə aid olduğu ismin qarşısında gəlir. Alman memarlığı für deutsche Architektur. İndi biz bunun sual formasını düzəldirik ki, misal üçün sual vermək istəyirdi. İlkin olaraq bu cavabı almaqdan ötürü biz sual veririk ki, sən nə ilə maraqlanırsan? Elə bayaqların biz əvəzlik sərflərində nə ilə? Vomit əvəzlik sərfi idi. Amma artıq biz bu cümləni vomit interessierst du dich nə ilə maraqlanırsan? Bu şəkildə soruşsaq, bir alman bizi başa düşər. Demirəm ki, bizi başa düşməz. Amma biz artıq cümlədə qrammatik səhvlik eləmiş olaraq. Niyə? Çünki sich interessieren feili für ilə işləndiyinə görə biz bunun sualını wofür əvəzlik sərfi ilə verməliyik. Başa düşürsünüz? Hansı sözün işlənirsə, onun ya misal üçün wofür, cavab olaraq dafür. Misal üçün anla istifadə olunan bir feildir, woğan cavabımı veririk, dağan. Yəni nədirsə onun əvəzlik zərfi olmalıdır. İndi burada da für olduğuna görə biz sual veririksə ki, sən nə ilə maraqlanırsan? Onda soruşuruq ki, wofür interessierst du dich? Nə ilə maraqlanırsan? Cavab olaraq deyirik ki, misal üçün bunu dialoq kimi fikirləşin. Mən soruşuram səndən ki, sən nə ilə maraqlanırsan? Sən cavab verirsən ki, ich interessiere mich für deutsche Architektur. Mən Alman memarlığı ilə maraqlanıram. İndi mən də qısa və konkret olaraq sənin bu fikrinə cavab verirəm ki, sehr gut, dafür interessiere ich mich auch. Çox yaxşı. Mən də həmçinin bununla maraqlanıram. Buradakı dafür hansı ki, für deutsche Architektur. Yəni biz bu sözü yenidən cümlədə təkrar etməmək üçün, yəni yersiz təkrarçılığın qarşısını almaq üçün həmən bu əvəzlik sərfindən istifadə edirik. Wo ilə deməli sual cümlələrində işlənir, da ilə cavab
cümlələrində. Yəni, hansı ki, sən fikir bildirdin ki, mən Alman memarlığı ilə maraqlanıram. Mən də bu fikrə ortaq olub deyirəm ki, mən də həmçinin bununla maraqlanıram. Yəni, sich interessieren feili für tələb etdiyinə görə sual verəndə wofür, cavab verəndə dafürdən istifadə etdik. Burada şəklə baxırıq. Sich interessieren für plus akusativ. Təbii ki, gəlin biz sich interessieren feilini şəxslərə görə təsrifləndirək. Mən maraqlanıram, sən maraqlanırsan, o maraqlanır, biz maraqlanırıq, siz maraqlanırsınız, onlar maraqlanırlar. Nəzakət formasında olarsa siz maraqlanırsınız. Biz bunu necə şəxslərə görə təsrifləndirməliyik? Ich interessiere mich, du interessierst dich, sie, es interessiert sich, wir interessieren uns, ihr interessiert euch, sie interessieren sich. Gördük, bu qayıdış feilinin şəxsə görə təsriflənməsi oldu. İndi für özündən sonra akusativ halı tələb etdiyinə görə, misal üçün idmanla maraqlanıram. İdmanın artiklı nədir? Der Sport. İndi bizə bu ismin 4 halda akusativ forması lazımdır. Deyirik ki, für den Sport. Zum Beispiel, idmanla maraqlanıram. Die Musik. Musiqi qadın cinsli isimdir. Bunun akusativ forması lazımdır. Yəni olduğu kimi qalır. Für die Musik. Das Thema, mövzu, orta cinsli bir isimdir. Eyni ilə akusativ forması eyni qalır. Für das Thema. Sual verəndə sich interessieren olur. Wofür interessierst du dich? Cavab verəndə ki, artıq o cümlədə hər nə keçirsə, für den Sport, für das Thema, für die Architektur, bunu yersiz təkrarlamamaq üçün cavab veririk ki, ich interessiere mich dafür. İndi keçirik digər nümunəyə. Misal, denken, düşünmək feili an akusativ tələb edən bir feildir. İndi yenə bu cümlələr ümumiyyətcə dialoq çərçivəsində olanda daha çox istifadə olunur. Misal, sual verilir ki, woran denkt er? O nə haqqında düşünür? Er denkt an unsere Prüfung. O bizim imtahan haqqında düşünür. Hə, artıq mən də buna fikrimi bildirirəmsə, deyirəm ki, ich denke auch daran. Mən də həmçinin bu haqda düşünürəm. Yenə sich interessierendəki kimi denken an akuzativ olduğuna görə biz indi sualını veririksə, ana görə veririk. Woran denkt er? O nə haqqında düşünür? Onun cavabı olur ki, er denkt an unsere Prüfung. O bizim imtahan haqqında düşünür. Yəni an aid olduğu hara? İsmə. Unsere Prüfung. Bizim imtahan. İndi mən də an unsere Prüfung sözünü təkrarlamamaq üçün, yəni yersiz təkrarçılıq etməmək üçün deyirəm ki, ich denke auch daran. Mən də həmçinin bu haqda düşünürəm. Gördüyünüz kimi hər feilin özünün tələb etdiyi bir söz önü var. İndi birazdan bir qeydim olacaq. Daha sonra baxırıq. Angst haben, qorxusu olmaq. Bu for dativ ilə işlənən bir ifadədir. Misal üçün sadəcə sual versək, yəni sual sözündən istifadə etmədən soruşsaq, sual sözsüz bir sual cümləsi olsa, hast du Angst vor der Dunkelheit? Sən qaranlıqdan qorxursan? Ja, ich habe Angst vor der Dunkelheit. Bəli, mən qaranlıqdan qorxuram. Və yaxud da, nein, ich habe keine Angst vor der Dunkelheit. Xeyr, mən qaranlıqdan qorxmuram. Bu nədir? Bu sadəcə sual sözsüz, sual cümlələri və cavab cümlələri. İndi, misal üçün, sual vermək istəyirik ki, sən nədən qorxursan? Elə nədən? İndi, Angst haben, for tələb etdiyinə görə biz artıq bayaq cədvəldə baxdığımız əvəzlik zərflərindən wovor sualı ilə soruşmalıyıq. Wovor hast du Angst? Sən nədən qorxursan? Cavabında deyirik ki, ich habe Angst vor der Dunkelheit. Mən qaranlıqdan qorxuram. İndi bu, yəni dialoq şəklində olduğuna görə yenidən qayıdıb fikir bildirirəm ki, mən də həmçinin bundan qorxuram. Deməli, necə deyərik? Davor habe ich auch Angst. Ya, deməli, Angst haben for olduğuna görə sual verdikdə wovor, cavab verdikdə, yəni yersiz təkrarçılıq olmaması üçün
davor-dan istifadə edirik. Yəni daha demirik ki, ich habe Angst auch vor der Dunkelheit. Yəni biz bunu artıq vor der Dunkelheit sözünü təkrarlamırıq. Qısaca deyirik ki, davor habe ich auch Angst. Mən də həmçinin bundan qorxuram. İndi baxırıq başqa bir nümunəyə. Misal üçün gözləmək feili alman dilində warten. Warten feili özündən sonra auf akusativ halını tələb edən bir feildir. Yəni biz cümlədə istifadə ediriksə, auf'u unutmamalıyıq. İndi gəlin baxaq. Məsəl üçün, nəyi gözləyirsən? Nədir? Sual cümləsidir. Biz burada was wartest du deyə sorursaq, alman bizi başa düşər. Amma ki, biz qeyd etdiyim kimi qrammatik səhvlik etmiş olarıq. İndi warten feili auf olduğuna görə onun sual əvəzliyi bu cür olur ki, worauf wartest du? Sən nəyi gözləyirsən? Cavab olanda deyir ki, ich warte auf den Bus. Mən avtobusu gözləyirəm. Ich warte, mən gözləyirəm avtobusu. Auf den Bus. Niyə auf? Çünki vaxtın özündən sonra auf'u tələb edir. Auf da təsirli hal tələb edən bir sözün olduğuna görə der Bus ismin akusativ forması den Bus. Ona görə deyirik ki, ich warte auf den Bus. Mən avtobusu gözləyirəm və cavab olaraq veririksə, yəni yersiz yenə təkrarçılıq etməməkdən ötürü ich warte auch darauf. Mən də həmçinin bunu gözləyirəm. Yəni avtobusu gözləyirəm də yenidən demirəm ki, ich warte auch auf den Bus. Qısaca deyirəm ki, ich warte auch darauf. Biz bayaq qeyd etdik ki, bu canlı şəxslərə aid olmur. Bu cansız cümlələrə aid olur. Misal üçün biz sual verdikdə ki, kimi gözləyirsən, artıq kimi sual əvəzliyinə istifadə edirik. When wartest du? Sən kimi gözləyirsən? Deyirik ki, misal üçün, mən onu gözləyirəm. Ich warte auf ihn. Biz də cavabda deyərik ki, ich warte auch auf ihn. Mən də həmçinin onu gözləyirəm. Yəni, canlılarda qətiyyən istifadə olunmur. Daha sonra sprechen, danışmaq feili über akusativ ilə işlənən bir feildir. Məsəl üçün, nə haqqında danışırsınız? Nəzakətli bir sual cümləsidir. Artıq danışmaq, sprechen über olduğuna görə deyirik ki, worüber sprechen Sie? Nə haqqında danışırsınız? Cavab olaraq deyir ki, ich spreche über meine Urlaubspläne. Mən səyahət planım haqqında danışıram. Artıq yersiz təkrarçılıq etməmək üçün deyirəm ki, ich wollte auch mit dir darüber sprechen. Mən də səninlə bu haqda danışmaq istəyirdim. Yəni, über Urlaubspläne yox, yəni darüber. Tətil planı haqqında kimi gedir. Ich wollte auch mit dir darüber sprechen. Mən də səninlə bu haqda danışmaq istəyirdim. Daha sonra sonuncu nümunəmizə baxaq. Deməli, əziz tələbələr, mən sizə örnəklər göstərəndə burada deməli ayrı-ayrı göstərəm. Misal üçün, bu demək deyil ki, bir feil elə bir dənə bu reaksiyonu, bu sözünü tələb edir. Xeyr. Məsələn, kämpfen mübarizə aparmaq feili həm akusativlə işlənir, həm für akusativlə işlənir, həm gegen akusativlə işlənir, həm də mit dativ ilə işlənir. Və əlbəttə ki, hər birinin də mənasında müəyyən dəyişikliklər olur. Yəni, bir feil 3-4 dənə, 2 dənə, 1 dənə sözünlər tələb edə bilər. Bu normaldır. Ona görə biz öyrənəndə hamısını məcburuq ki, öyrənək və cümlədə düzgün istifadə etməyi bacaraq. Sonuncu nümunələrimizə də baxaq. Kämpfen akusativ deməli uğrunda mübarizə aparmaq kimi tərcümə olunur. Misal üçün, sual veririk ki, sən nə uğrunda mübarizə aparırsan? İndi sual veririksə nə uğrunda, olduğu üçün deyirik ki, worum kämpfst du? Sən nə uğrunda mübarizə aparırsan?
Sən də cavab versən ki, ich kämpfe meine Träume. Mən xəyallarım uğrunda mübarizə aparıram. Mən də indi sənin fikrinə cavab verirəmsə, yersiz təkrarçılığın olmaması üçün deyirəm ki, ich kämpfe darum. Mən də bunun uğrunda mübarizə aparıram. Həmən bu darum meine Träume əvəz edir. Yəni xəyallarım uğrunda mübarizə aparıram. Yəni ich kämpfe darum fikrimiz ortaqdır. Və yaxud komanda nə uğrunda mübarizə aparır? Worum kämpft die Mannschaft? Cavab olaraq deyir ki, komanda kubok uğrunda mübarizə aparır. Die Mannschaft kämpft den Pokal. Deməli, kubok uğrunda den Pokal. Cavab olaraq isə sie kämpft auch darum. O da həmçinin bunun uğrunda mübarizə aparır. Yəni bunun uğrunda nəyi nəzərdə tutur? Den Pokal. Yəni ki, kubok. Yəni o da bunun uğrunda mübarizə aparır. Kämpfen für akusativ olduqda bu da həmçinin uğrunda mübarizə aparmaqdır. Wofür kämpfst du? Sən nə uğrunda mübarizə aparırsan? Zum Beispiel ich kämpfe für meine Familie. Zum Beispiel ich kämpfe für meine Familie. Mən ailəm üçün mübarizə aparıram. Kämpfen gegen plus akusativ olarsa isə bu əleyhinə mübarizə aparmaqdır. Misal üçün insanlar nəyə qarşı mübarizə aparırlar? Nəyin əleyhinə mübarizə aparırlar? Wogegen kämpfen die Menschen? Die Menschen kämpfen gegen Ungerechtigkeit. İnsanlar ədalətsizliyə qarşı mübarizə aparırlar. Ədalətsizliyə qarşı gegen Ungerechtigkeit. Daha sonra kämpfen mit ilə işləndikdə, yəni misal üçün nə iləsə mübarizə aparmaq, çətinlik çəkmək. Misal üçün o nə ilə mübarizə aparır? Womit kämpft sie? O maddi çətinliklərlə mübarizə aparır. Sie kämpft mit finanziellen Schwierigkeiten. Gördüyünüz kimi, hansı söz önüdürsə, onun sual əvəzliyi ilə soruşuldu. Kämpfen umdursa, worum? Kämpfen fürdüsə, wofür? Kämpfen gegendirsə, wogegen? Kämpfen mitdirsə, womit? Cavab olardısa, darum, dafür, dagegen, damit. Yəni, həmən sualın öz əvəzlik zərfi ilə cavab verilir. Deməli, mövzumuzu yekunlaşdıraq. Biz bu mövzuda nəyi öyrəndik? Əvəzlik zərflərini və əvəzlik zərfləri daha çox istifadə olunur reaksiyon tələb edən feillərlə. Biz mütləq şəkildə həmən feilləri əzbərləməliyik ki, məhz bu incəlikləri, necə deyim, başa düşə bilək və cümlələrdə rahatlıqla istifadə edə bilək. Bundan başqa, deməli, qeyd etmişdik ki, əvəzlik zərfləri bağlayıcı rolunda da çıxış edə bilər. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.